Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Natəvan qəsəbəsində, eyni zamanda Türklər qəsəbəsində 8 sot torpaqda bir böyük sal, eyni zamanda 4 otaq demək mümkündür. 4 otağı olan, bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Evin sənədi çıxarışdır, yəni evin öz sənədi 137,3 kvadrat metrdir. Bundan başqa ipoteka yararlıdır. Qiymətin 77.000 manatdır. Qiymətində mən bildiyimə görə bir balaca razılaşma olmalıdır. Hal-hazırda bax bu həyət evinin deməli bağçasını görürsünüz. Qarşıda parnikdir, nanə əkilib. Bax, təxminən 30-dan çox ağac növü var. İndi isə evə daxil oluram, yəni evə tərəf yaxınlaşıram. İndi mən sizə deməli bu evin üst hissəsini göstərirəm, krişasını. Gördüyünüz kimi çox yaxşı bir vəziyyətdədir. İndi bax bu qapını görmək mümkündür. Deməli bax bura bal ayaqqabı çıxdı. Bir dəqiqə tapışqalar bağışlayın. Deməli bax bu mətbəxin pəncərəsidir. Mətbəxin alt hissəsi isə deməli badvaldır. Bax bu cürdür. Yenidən evin xarici görünüşünü görürsünüz. Qiyməti 77.000 manatdır. Mən bildiyimə görə qiymətində bir balaca razılaşma olmalıdır. Dediyim kimi Natəvan qəsəbəsində, yəni Türklər qəsəbəsində bax 8 sotda bir zal 4 otaq demək mümkündür. Çünki o 4-cü otağı mən sizə göstərəcəm. Yenidən deməli mən böyük bir darvazası var. Bax indi isə yenidən evin üst hissəsini göstərirəm. Bax bura məhləsidir. İndi isə evə daxil oluram. Qiymətim 77.000 manatdır. Mən bildiyimə görə qiymətində bir balaca razılaşma olmalıdır. Bundan başqa onu da deyim ki, bax bu həyət evi deməli, bax harada yerləşməni bir dəqiqə deyəcəm sizə. Bax bura həmin 4-cü otaqdır. 4-ün 5-ədir. Bax bu cürdür. Deməli bu həyət evi 33 nömrəli marşrutun gəlir. Deməli qəsəbənin içi ilə Semişka sexinə döndükdə bax həmin pavorotdan bu həyət evinə qədər olan məsafə 260-270 metrdir. Bunu şəxsən özüm ölçmüşəm. Bağışlayın. Burası deməli hamamıdır. Hamamı 2-nin 3-ədir, böyükdür. 2 tonluq su bakı var. Bura razdevalkadır. Qarşıda həmin zonadır. Yenidən mən sizə bax bu 4-cü otağı göstərirəm. Ancaq ümumi sahəsi deməli bax kvadrat metr ilə 137,3-dür. İpoteka yararlıdır. 2008-ci ildə tikilib. Burası mətbəxidir. Mətbəxi 3-ün 4-ədir. Harada yerləşməyini təxminən sizə dedim. Bax həmin pavorotda deməli Allah rəhmət eləsin bütün şəhidlərimizə. Şəhidimizin şəkili var. Bax həmin deməli şəklin yerləşdiyi yerdən bu həyət evinə qədər olan məsafə 260-270 metrdir. Burası zalıdır. Zalın uzunluğu 8, eni 5 metr. Bax necə görürsünüz bu cürdə var. 2 qat kubiklə hörülür. Kürsülüdür. Otaqlardan birinin ölçüsü, yəni bax bu otaq 6-nın 4-ədir. Bax yenidən mən sizə deməli otaqlardan birini göstərdim. Bura isə 2-ci otaqdır, 5-in 4-ə. Bax necə görürsünüz bu cürdə var. Bax belə bir həyət evinin qiyməti 77.000 manatdır. Qiymətində bir balaca razılaşma olmalıdır. Bura isə 2-ci otaqdır. Bax bu otaq hardasa 5-in 4-ədir, yəni bu cürdür. Yenidən mən sizə zalını göstərirəm. Bax belə sizlərə uğurlar.